Herkese salam Emre. Bugün sizlerle birlikte realistik kart driving oynayacağız. Abone ol, like atmayı unutmayın. Dostlar, dünən pul kasırdım. Yani pul götürürdüm də. Pul götürdümdənsə maşında pul kasırdım. Neyse, ondan sonra pul kasırdım. Baxdım pul hesablamaya girdim. O pulla bu maşının pulun, yani bayaqçı maşının pulun 500 mən bayaqları dünənlər var bir şey. 400 neçə min manatım var idi. O günlərdə mən almışdım bunu. Bununla sonra çıxdım. Onu sonra bu alındı. Bununla da bunu götürdüm. Bu da belə bir daha maşın elədi. Maşının tam speedinə baxmamışam. Bu gün də inşallah ya şey açılsın. Bu gün də ya bunu alarıq, ya da götürüb bu Audi'ni alarıq. Ben bilmirəm tam. Pulu mənsinə çatırsa eğer 300-400 yığaram, bir maşın alaram. İndi gedirik havalimanına. Pıçıldayırıq. Havalimanına hara gedirəm ya? Havalimanı hardadır? Mən hara gedirəm? Uy, ay. Ya Allah. Bastık havalimanına. Doink. Ben bu havalimanına gedib gəldim. Bəli dostlar, gəldik. Bayaqdan da mən bunu denemək istəyirəm. Ay, maşın o kadar ağırdı ki, maşın buranı keçə bilmir. Ama mən bu maşınla da elə bir şey rahat keçirdi. Çünkü stok motor değildi də. Bəlkə bunu stok motordan çıxardım dedim. Maşın necə bura girə bildi? Yine bu stok motordan da çıxardım. Stok motor olanda da buradan çıxabilirdi ama bu çıxamır. Bu neçə tonda heç o da bilinmir. Ama məncə ağırdı. Gedək bir havalimanından bir çıxaq. Normal bir vəziyyətdən bir çıxaq. Elə bunu da dünən almışam. Heç bir gün zad eləməyib. 13 saat falan əvvəl. Mən gedib ora gəldim. Ya Allah. Bəli dostlar, gəldik. Şimdi bunu stok motordan eləcək. Polunu 400 lira. Buradaki pulu da alaq. Elim ağrıdı. Ne? Neyse dostlar, ben bir daha video izleyip geldim. Bəli dostlar, izledim videomu. İndi bunu eləyək. Olur, dur. Baxın, indi 3 tanesini elədik. Qalanları 1, 2, 3. 3 tanesi qalıb. Bunları da elədikdən sonra hazırdır. İndi gedək havalimanına. Mən bir daha havalimanına gedib sizə geri dönüş eləyəcəm. Bəli dostlar, gəldik. Mən bunu bayaqları eləyə bilmirdim.
Əgər mən bunu təzədən eləyə bilməsəm, deməli maşında bir ağırlıq problemi var. Maşın çox ağırdır. Əgər eləyə bilsəm, deməli motordan imiş problem. Gedirik, hayırlısı. Ya Allah. Allaha əmanət gedirəm. Hara getdiyimi də. Deməli dostlar, maşın ağırlığında problem yox imiş. Məndə problem var imiş. Olmamış, olmamış. Mən burada dəli olmasam daha yaxşıdır. Çıx da, çıx. Çok şükür ya Rabbim. Çok şükür ya Rabbim. Berdan da hiç alındı. Şimdi ne inek? Düşünək. Onda bir dənə maşını sasın. Bir dənə işlək. Çox deyə də bilsəz. Silirəm. Təzədən yaradacağım. Maşın sasına diqqətlə baxın. Mən susuram, siz baxın. Hiç gelmiş bunun sesi. Neyse boş verin siz. Bileceğim böyle olacağım. Ama bileceğim böyle olacağım. Dünenler dostları böyle bir tane bir şey keşfetmişim. Buradan 20 ile falan gedirəm. Baxdım maşın buradan uçdu. 20 ile gedirəm. Baxın dostlar. Durduram. Sakit qalın bir daha. Baxın da 20 ile çıxacam buradan. 2 saatdə 20 deyirəm. Hala da 20-yə çıxamamışam. Ama maşın niye belə olsa da? Maşın sadəcə belə eləyə bilər. Baxın. O da böyle yerə sabitlənə bilər. Belə sadəcə ola bilər. Belə deyil də, yəni ağ eləməyin sadəcə. Elə ola bilər də. Bu maşın necə tullandı? Oyun hatası. Hem sıxırda nə edəcəyimi də bilmirəm. Boşuna yazıram. Burada ne varsa hamısını eləmişəm. Bunu da elədim. Hansı qal. Bunu da eləmişəm. Bunu da dün eləmişəm. Siz görməmişdiniz. Bu yekə şey var. Onu sıxandır. Neyin hansı eləməmişəmsə eləyəcəm. Bütün görevlərini bitirəcəm. Görəv. Şübhəli. Ay, mən oradan çıxa bilmirəm. Mən oradan çıxa bilmirəm. Mən niyə buradan çıxa bilmirəm? Burada belədir. Buranı da elədik.
Başka işine kalmıştım. Mevlana gibi Mesnevi'den ders aldım. Döndüm Mevlana gibi Mesnevi'den ders aldım. Döndüm Mevlana gibi. Ben hafta şurada bir tane adam şimdi daha drift attı. Atamırsan sen maşın değilsin onda. Atamırsan sen maşın değilsin. Çaresizlik, üstünlük, fakirlik. Duvara girdi. Ben de buranda inanmamışım. Buranda inanmamışım. Liçe. Uy. Bas. Koş bas. Mikoş müəllim bastı. Epes kartofili gaza. Hiç eləmədim. Allah keçərəm. Sadəcə gaza basmışdım. Oy, ayağımda geçirdi. Şimdi gedək. Maşını dört. Dört. Çəkər eləyək. Dört çəkər. Dört çəkər. Hələ Türkçə dedim. Azərbaycan dilində deyə bilmirəm. Çünki Azərbaycan dilinin mənasını bilmirəm. Geri getdik. Sən döyün. Maşın bana bilmirsə mən neyim də. Baba 17 min olur. 17 min olur. Topa hadi. Araç fabrikası durumunda dadır. Ağırlık azaltma uygulanılmaz. Ben bildim. Bu maşın ağırlığını azaldılmış. Bilmiyordum. Duracağım. Bilmiyorum. 3 dakika. 3 dakikadan sonra. Dostlar 3 dakikadan sonra bir daha burada aldım. Maşını çünkü modifiye elədim. 3 dakikadan sonra görüşürüz. Dostlar aldım. Gedək maşını modifiye eləyək. 2 saatdır düz gözləyirəm. Bence 25 binlik köçeri kaldı. Oy. Neyse dostlar, videomuz buraya kadar idi. Abone ol, like atmayı unutmayın. Gelen videolarda görsərik. Sağ olun.